2022-ci ildə biz bu şirkətlə tanış olmuşuq və ilk layihəmiz Basic to Specific adı altında terapiya ilə bağlı olan bir kitab idi. Prodigma Series sezon 1 epizod 4. Əslində bu videoda digər videolarımızda danışdığımız kimi mən sizə hansısa bir proyektdən yox, bir şirkət üçün işlədiyimiz işlərdən danışmaq istəyirəm. Deməli, bu şirkət Avstriya mərkəzli, yəni şirkət özü Avstriyada qurulub, Complexcore şirkətidir. Complexcore şirkətinin direktoru, CEO-su Roman Yahodadır. Roman Azərbaycanda İdman Akademiyasında və Judo Federasiyası ilə bir yerdə işləyir və onlar üçün fizioterapiya işləri ilə məşğul olur. Ümumiyyətlə, Complexcore şirkəti fizioterapevtlərdən ibarət və idman sahəsində fizioterapiya işləri görən bir şirkətdir. 2022-ci ildə biz bu şirkətlə tanış olmuşuq və ilk layihəmiz Basic to Specific adı altında terapiya ilə bağlı olan bir kitab idi. Bu kitab təqribən 400 səhifəyə yaxın özündə səhifəsi var və 700-ə yaxın fərqli çalışmaları özündə birləşdirir. Kitab üçün artıq şəkillər İdman Akademiyası tərəfindən çəkilmişdi, onun daxilində istifadə etmək üçün. İdman Akademiyasında həmin Roman Yahoda özü fizioterapiya dərsləri deyir və o işlə bağlı Azərbaycana gəlirdi və burada özünün kitabını artıq işə buraxmağa çalışırdı. Deməli, biz həmin kitabın dizayneri olaraq işə başladıq 2022-ci ildə və həmin kitabı dizayn eləyərək artıq beynəlxalq bir şirkətə doğru addımlayırdıq. Düzdür, hələ biz o işə başlayanda hələ Prodigma qurulmamışdı, amma elə o bizim əsas şirkətə yönəlməyimizə səbəb olan işlərdən biri kimi başladı və bu gün də onlarla bir yerdə biz işləyirik. Bu kitab Basic to Specific dediyim kimi 400 səhifəyə yaxındır və 600-dən yuxarı çalışmanı özündə birləşdirir və o idmançılar, idmanla məşğul olan adi vətəndaşlar, özlərində olan hər hansı bir zədəni yeniləmək istəyən, zədəni daha doğrusu düzəltmək istəyən insanlar üçün əsas bir qayddır, istiqamət verici bir kitabdır. Bu kitabın bir ingilis dili versiyası ilə ilk növbədə başladıq və planda onun Azərbaycan dilisinin hazırlanması var idi. Biz kitabı hazırlayandan sonra artıq biz orada olan dizayn sistemini, orada olan məlumatların verilmə qaydasının yerləşdirilməsini artıq o qədər yaxşı mənimsədik ki, bir kitabla növbəti işlərində artıq Complexcore şirkəti tam olaraq bizim şirkətlə işləməyi planlayırdı və onlar bizə bu kimi bir təklif verdilər və biz bundan sonra onların artıq istər bütün tədbirlərindəki sertifikatlarından, istifadə etdikləri roll-uplarından, bütün dizaynlarından tutmuş hamısını biz hazırlamağa başladıq. 2022-ci ildəndir bir yerdə biz onlarla işləyirik və hal-hazırda həmin kitabın türk dilində olan forması çapa hazırlanır və bu yayda biz həmin kitabı Slovak dilinə də tərcümə eləyib, o dildə də artıq kitabı buraxacağıq. Bu günə qədər isə kitab deməli ingilis dilində başlayıb, Azərbaycan dilində tərcümə olunub, türk dilində tərcümə olunub, alman dilində tərcümə olunub, çap olunub və Slovak dilində də növbəti mərhələdə çap olunacaq. Artıq 5 dildə biz bu kitabı hazırlamışıq və onlarla bir yerdə işləyirik. Onlarla digər fərqli layihələrimiz də olub. Deməli, layihələrimizdən biri də bundan ibarət idi ki, İsveçin bir aviaşirkəti var. Həmin aviaşirkət özündə işləyən istər pilotlar olsun, istər təyyarə bələdçiləri olsun, onların daim oturaq vəziyyətdə və yaxud da samolyotun içində balaca iş şəraiti rejimində özlərini daim aktiv və gümrah saxlamaları üçün bəzi idman hərəkətlərini işlətsinlər deyə onlara balaca bir qayd kitabı hazırlayırdılar. Və bu qayd kitabı hazırlamaq üçün onun dizaynı ilə biz məşğul olmamışıq. Şirkət özü məşğul olurdu. Ancaq o kitabın içində olacaq şəkilləri, hərəkətlərin göstərilməsini biz burada studiya şəraitində bizim fotoqrafımızdan bir yerdə Adil Yusufovla biz bir yerdə həmin onun şəkillərini çəkdik. Roman özü də həmin çəkilişdə iştirak edirdi. Özünün modellərini belə deyək gəlmişdilər və o özü istiqaməti verirdi. Hərəkət necə tutmaq lazımdır, necə dayanmaq lazımdır və biz onun şəklini çəkirdik. Şəkilləri təqdim elədik və həmin şəkillərlə həmin kitabı buraxdılar və belə nazik dəftər formasında hər kəsin cibində daşıya biləcəyi bir formada bir kitab hazırlandı, onlara təqdim olundu. Bu bizi beynəlxalq sferaya çıxardan layihələrimizdən, şirkətlərdən biri idi. Demək olar ki, biz Prodigmanın fərqli qollarını bu şirkət üçün istifadə edirik. Yəni biz deməli orada Prodigmanın foto sahəsində istifadə eləmişik, Prodigmanın qrafik dizayn sahəsində istifadə eləmişik, Prodigmanın video sahəsində istifadə eləmişik. Necə? Deməli həmin kitab ingilis dilində ilk dəfə çap olunub, təqdim olunub
olunan zaman biz onlara həmin kitabın belə animasiyalardan ibarət kitabın öz səhifələrinin dəyişməsi ilə, çünki əlimizdə hazır kitab yox idi, kitabın bir izahlı videosunu da hazırladıq və onu da təqdim elədik. O video ilə bir yerdə artıq biz Prodigmanın 3 sahəsindən həmin şirkətlə bir yerdə işləyib yeni belə deyək ki, layihələr əmələ gətirdik. Gələcəkdə daha maraqlı və daha böyük layihələri bir yerdə işləyəcəyimizdən əminik. Bu bizi belə deyək ki, beynəlxalq sferaya çıxardan şirkətlə bağlı olan videomuz idi. İndi mən yenidən növbəti videomuzda özümüzə qayıdacağam və məhz bu Prodigma seriyası, bu izlədiyiniz Prodigma seriyası videolarını niyə çəkirik, onu necə çəkirik, orada məqsədimiz nədir? Bu məsələlərdən danışacağım. Gələn videomuzda görüşərik. Sağ olun.